Salam əziz dostlar. Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 25-ci bölümünün 2-ci qismətinin, xəbər yazaq qismətini başlayırıq. Çalışacağım xülasə danışım. Birinci bölümdə çox oldu, çox üzr istəyirəm. Xəbəri Günaz TV-dən götürəcəyəm. Burada linki icazənizlə yayıram. Xahiş edirəm bu linki açın. Nəcadpərəstlik bəhsinə görə bu linkidə də sizinlə danışacağım. Dedim ki, İranda Pəhləvi dövründən nəcadpərəstlik mətbuata girdi və iftixar eləməli oldu. Yəni, nəcadpərəstlik iftixari şəkildə ki, mən iftixar edirəm, bu haqda danışıram, əslən budur və o birisinə həmlə eləmək, eyni Alman dövrəsi kimi, eyni Otriş dövrəsi kimi, eyni Məcaristan dövrəsi kimi, eyni Fransa dövrəsi kimi, eyni Japon dövrəsi kimi İranın da tarixinə keçib də və hala davam tapır. Yəni, dünyanın hər yerində qeyri-qanuni, qeyri-rəsmi zülmüdür. İranda zülm deyil və hala atın çapırı. Yəni, bir dana bakilas fikr hesab olur. Əgər dostlar bu xəbəri açsalar, bunu پزشک مشهور چرا همسر خود را به قتل رساند. Dostumuz bunun titrini dəyişdi. Sağ olsun, mən özü ilə şəxsən danışdım. Yazmışdı پزشک مشهور تبریزی یا چرا پزشک مشهور تبریزی همسر خود را به قتل رساند. Sağ olsun, titri dəyişibdi. Amma mətnə baxaq görək, mətni də dəyişibdi. Mən əlbəttə bunun əksin yəni əsli bilirəm nədir. Onun üçün bunun üstündə danışıram. Umaram ki, dostumuz özü də burada olsun. Xahiş elədim, özünə də e-mail yazdım ki, mesaj göndərdim ki, gəlsin. Bu dərsə heç olmasa bu gün şirkət eləsin, ta görsün ki, niyə nəcadpərəstlikdir bu xəbər. Bu xəbərdə nəcadpərəstlik çox oryan yazılıbdır. Yəni, lüt və aşkar qışqırır ki, mən nəcadpərəstəm. Amma biz tüm İran fərhəngində yekəlmişik, o balığa bənzirik ki, balığın salıblar bu şüşənin içinə, bayram balığıdır. Bunun, bağışlayın da, açıq deməliyəm. Balığın içində, balığın suyun dəyişməyiblər. Hər nə mənə yemək atıblar, hər nə atıblar bunun içində, da demirəm hər nə atıblar. Və bu balıq özü də yiyir də, sıçır da. Və bu balığın da yediği, içdiği ağzından, bədənindən ki, dəf olur, mətfusu vardı, idrarı vardı, o suyun içindədir. Bu balıq orada o qədər bunu yiyib, içibdi ki, onun nəzərində su, yəni bu da, amma bu su deyil, biz bilirik. Əgər biz suda, elmi suda, rəngi dəyişilə, iyi dəyişilə, xilzəti dəyişilə, miqdarı məvaddi ki, onda həll olubdur, o dəyişilə, o su deyil. Xalis su deyil. Amma o insani ki, məsələn, biz özümüz kəndi uşağıyıq da, gedirdik, məsələn, dərədən su axır, yıxılırdıq yerə, ağzımızı dayırdıq, ona doyunca su içirdik. O suyun içində palçıq da var, mal heyvanların idrarı da var, adamlar da ki, o suya idrar edirdilər, bol edirdilər, mətfuları olurdu, o da gəlirdi və biz bunu içirdik. Tüm gözümüzlə görmürük və tüm adət eləmişik, sərin sudur, deyə bilmək su gözəldir. Biz gerək qəbul edirik ki, bu su mundardır. Mundar deyək deyil, dini cəhətdən də mundar, bunu çəxaq. İçində mikroblar var, mərisliklər var, xeyri-xalisliklər var ki, bizə zərərdir. Amma mən o qədər bunu içmişəm ki, o mərisliklərin ziddinə vaksin olmuşam. Yəni, istər-istəməz mənim bədənim o mərislikləri, padizəhrin düzəldib bədənimdə, mənim bədənim onların ziddinə vaksin elə bir vururdu. Məsələn, mənim dədənənəm bilmirlər, mən bir mərislik tutmuşam, zahirən, Kanadada bunu kəşf elədilər. Getdim, qan verəm, dedilər, sən qan verəm, məsələn, niyə? Filan mərislik varsa, mən bu mərisliyi axtarım, görüm, məndə var ya, yox. Heç kəs mənim sabiqəyə, nənəmdən olandan bu günəcə mən belə bir mərislik tutmamışam.
Getdim dedim, ağa bəlkə mənə vaksin qırıblar İranda. Dedi, vaksini ki bədəndə padi zəhri yaradar, o vaksini ki bədən özü tolid elər, ondan fərqlidir. Sənin bədənin özü tolid edib. Yəni mərisliği tutmusan, bədənin qabağında müqavimət edibdir. Xoşşans adamlardan ki ölməmisən. Tamam. Bilmirdim, dəlil bu deyil ki, mən bu mərisliği tutmamışam. Mən bu mərisliği orada tutmuşam. Amma bilmirdim. Adət eləmişdim. O balığa bənzirik ki, o şüşənin içində, o göldə tamamı o şeylərlə zincirlə onu təbii bilir. Mətbuat-ı İran, danışgah-ı İran, kitab-ı İran, mədrəsə-i İran, müəllim-i İran, ustad danışgah-ı İran, tarix-nəvis-i İran, mühəqqiq-i İran, jurnalist-i İranı hamısı o fəzada nəcatpərəstlik südüyün əmir, o südüylə yekəlir və o südüyü içdiyi görə deyir bəşi doğru su elə belə olar. Ruznameniqari belə olar. Nevisəndəlik belə olar, müəllimlik belə olar, tarixçilik belə olar, ədəbiyyatçılıq belə olar, musiqiçilik belə olar, sinema belə olar, coş belə olar, filan belə olar. Bunlar o fəzada yekəldikləri üçün hər şey onlara adidir, adi. İttifaqən o zaman ki, o mühitdən qara balıq çıxdı, özün yetirdi okyanusa, gördü ki, suyun məzəsi ayrıdır, rəngi ayrıdır, filandır, bəhmandır. Ondadır ki, bilər nəcatpərəstlik nədir. İkinci yol budur ki, səncə elmi baxışla baxasan, elmiləri ki, dünyada tolid olub, bugünkü elm, bəlkə sabah bunlara dedilər, elm deyil. Amma bu günləri elmi ki, tolid olubdur, onlarda görəsən gərək nələri nəcatpərəst bilir, nələri bilmir. İndi, xəbər yazaq baxışında mən gələcəyəm buranı danışaq sizinlə. Ki, bir jurnalist, bizim bu dostumuz ki, bu xəbər yazıbdır, jurnalist deyil, bir. Jurnalism oxumayıb, iki. Jurnalistlik təcrübəsi cavandır, üç. Azərbaycancıdır, amma mənətəy Azərbaycancıdır. Yəni, biz bir İrançılığı gərək canımızdan çıxadaq kənara. Və çox vaxt bilmirik harası İrançılıqdır ki, çıxadaq kənara. O bilmədiyimiz yer müqavimət edir bunun qabağında. Əvvəl titrə baxaq. پزشک مشهور چرا همسر خود را به قتل رساند؟ تیتر غلط. چرا اولده gələr? Sual elər kulli cümlədə. پزشک مشهور چرا همسر خود را به قتل رساند؟ چرا burada fəqət همسر خود را به قتل رساند sual edir. Qələtdir, cümlə düz deyil, farsı cəhətindən düz cümlə deyil. Bu bunu göstərir ki, dostumuz nə jurnalistdir, nə farsı dilin yaxşı başarır. Der nəticə heç iddiası yeri olmuyor. Tüm bir dana sadə cümləni yaza bilməyibdir. Ya edit eləyə bilməyibdir. Pezeşki məşhur nə deməkdir? Bunu gərək danışaq əvvəl. Niyə titrdə pezeşki? Əvvələn biz məşhur nə deməkdir? Mən İnsafəli Hidayət 28 ildir jurnalistəm. 4-5 dənə radioda işləmişəm. Günaz TV-də 5 ildir işləyirəm. Mən məşhuram. Kiminlə müqayisədə məşhuram? Nənəmlə müqayisədə məşhuram ki, kəndimizdə məşhurdur, hamı tanıyır biləsin. Filan kəsdir, filan kəsin qızıdır, filan kəsin nənəsidir. Yoxsa Xumeyni ilə, Xameneyi ilə müqayisədə məşhuram. Yoxsa Bill Clinton'la müqayisədə məşhuram. Kiminlə müqayisədə məşhuram? Nisbidir məşhuriyyət. Bir dənə sifət-i nisbidir ki, biz demişik xəbərdə sifət-i nisbi gətirmərik. Misli gözəllik, misli ağıllılıq, misli üstə əşada. Bunları gətirmərik. Tüm bunlar sifətdirlər, sifətlər nisbidir. Hər kəs özün eləyə bilər, o sifətə müntəsif eləsin. Və bizim haqqımız yoxdur sifət gətirək, insanlara mütləq eləyək. Çünki sifət özü özlüğündə mütləqdir. Amma camiədə nisbidir. Beləsi istəyirəm deyəm. İndi bu pezeşkin neçə yaşı var? Deyək 26 yaşı var, 28 yaşı var, 30 yaşı var. Nəyə görə bu məşhurdur?
Bu bir dənə dünyada taza bir yol açıbdır, məşhurdur. Nəyə görə məşhurdur? Böyük suducu. Əksə baxın, əksi ki qoyulub budur da. Əksi əgər bunu yekətmək imkanımız olsa, Şadrəvan mühəndis Elmira Məhəmmədxanlı həmsər Nazənin Dökül Əliza sürdü. Mənim arvadımın adına məşhur olmuşam, ya arvadımın ölmağına görə məşhur olmuşam. Gündə bir belə adam öldürür və bir belə adam ölür. Hangisi məşhur edir? Bu da bir qələtdir. Pəs öldürmək. İkinci, əgər biz yelaq deyək, bir nəfər qətl üçün, diqqət buyurun, xəbərnigarlığın bir tərəfi də buradır. Əgər yelaq deyək ki, bir nəfər qətl elədi və məşhur oldu, yəni insanlara deyirik, istəyirsən məşhur olasan, musiqi çalma, kitab yazma, kitab oxuma, bir şey icad eləmə, inkişaf, ixtira, dağa çıxma, filana çıxma, milli hərəkətə girmə, get bir nəfər öldür, məşhur olarsan. Bizim haqqımız yoxdur camiədə yelaq. Nöqat-ı mənfi ictimaiyə damən vuraq, ətəhliyaq, yelliyaq. Bir jurnalist olaraq, inqilabçı jurnalist olmasan heç, muhafizar belə jurnalist olsan, muhafizəkar jurnalist olsan, yəni vəz-i mövcudu İran ruznamələrinin %99 yazarları kimi olsan belə, gərək deyəsən ki, mən istəyirəm burada əxlaqiyyat aradan getməsin. Qətli çoxalmasın. Çünki mənim özümü də, ailəmi də tutar sabah. Fəsad çoxalmasın, rüşvət çoxalmasın, qətli çoxalmasın, filan çoxalmasın. Bir-birinin namusuna təcavüz eləmək çoxalmasın. İnsanlara zor eləmək çoxalmasın. Təbii ki, mənim qızım ərəc edəcək. Bundan müxalif deyirik. Amma mənim qızımı tutub aparıb təcavüz eləməsinlər. Bunun üçün biz təcavüzünə gərək daimən bunu təqbih edirik. Onda qeyri-müstəqim, nəinki müstəqim? Çünki cibhə tutular. İndi, sual əslən budur. Əgər gəlsəydi belə, çərə پزشک، مثلا یک پزشک همسر خود را به قتل رساند. به قتل رساند bir dana 3 kəlmədən 3 hissədən tərkib olmuş bir feilidir, uzun feilidir. Koşdu da bunu deyə bilərdik ki, bir feil olsun, bəsit feilinə yazaq, cümləmiz qısa olsun. Bu cümlə baxın, pezeşki məşhur çərə həmsər xud ra be qətl rəsand 10 kəlmədir elə bil. Əgər iştibah eləməsəm 4, 4, 8, 9 kəlmədir. 9 kəlmə ilə bir cümlə yazıbdır, bir dana suali cümlə. Çox rahatca eləyə bilərdik, deyək ki, çərə filan kəs, hətta pezeşkini də yazmayıydıq. Çünki pezeşkiləri əmələn qoyduq burada şeyin qabağına. Siblə. Bu da bir dana baxın, o zaman ki siz pezeşkilərdən etimadı alasız camiədə ki, döktürlər, adam öldürürlər, arvadlarını öldürürlər, daha mən döktürə etimad edəmərəm. Hardan məlum məni öldürməsin? Döhtürlərində içində qatil var. Döhtürlərində içində cani var. Döhtürlərində içində adamlar, döhtürləri vardı ki, arvadımız, qızımız gedəndə o müayinə eləsin, hizlıq edir. Hətta təcavüz də eləyə bilir. Amma əgər biz bunu xəbər eləsək, sabahdan sən xanımı qoyarsın, getsin döhtürə. Zənanzayman döhtürünə getsin. Hətta kişi ola belə Zənanzayman döhtürü. Bunun üçün biz xəbəri yazanda nəcadpərəstliyi diqqətli olmalıyıq. Nəcadpərəstlik fəqət fars ya, türk ya, ərəb ya, bəluç ya, türkçəmənsitizlik deyil. Bəlkə bir də insanların o sərnevişti ilə, gəliri ilə oynamaq da nəcadpərəstlikdir. Günaz TV 2.düzdür. Pezeşki Təbrizi, diqqət buyurun. Siz bu xəbəri çıxın kənara yazılıb. Ruzname-i Həmşəhri ki İranda çap olur. Bunun illəti bu işi çox oxunar, Həvadis səfəsidir. Həvadis səfəsi o və Ruzname-i İran. Ruzname-i İrandan Ruzname-i Həmşəhrinin əsli oxudulan yerləri Həvadis səfələridir. Siz bu iki ruznaməni götürün əlinizə. Mən İranda işləmişəm.
şeydə işləməmişəm. Həmşəhridə işləməmişəm. Amma dostlarım olublar. Bəli, ruznamə, mən herfeyi ruznamə oxuyanam da. Herfeyi ruznamə oxuyaram. Mən İranda gündə 4 dana, zindanda dolanda 4 dana ruznamə aldım. Herfeyi ruznamə oxuyaram. Mən ruznaməni yeyərəm, oxumaram. Ələn ki, mən sizinlə burada danışıram. Kanadada bir dəqiqə götürüm də, baxın. Herfeyi ruznamə oxuyaram, baxın. Bir dana ruznamənin içində 3 dana ruznamə var. Bu bir dana məcəllədir, Şəhrema, farsıdır. Bu bir dana ərəbi ruznamədir. Bu da bir də ərəbi ruznamədir. Mən herfeyi ruznamə oxuyaram. Təxəssüsüm budur. Ruznamənin əlimə alanda bilirəm bu ruznamənin keyfiyyəti nədir? Kağızı nədir? Kağızının cinsi nədəndir? Nə qədər xulusu vardır? Nə qədər bunun bu kağızdan, bu kağızda adamları öldürmək olar. Bu rahatlıqda deyil. Çünki bunun üstündəki rəhlər adamın əlinə çıxar. Çox rahatca buna bir şey vurub, adamlar əlini vurub ölə bilərlər. Günaz TV. Pezeşk Təbrizi təmərküz hara getdi? Təbrizə. Təbrizli döktürlərə. Əvvəl Təbrizə, sonra Təbrizlilər kimlərdir? Türklərdir. Türk döktür. حدود 1 سال قبل همسر و مادر بزرگش را مسموم کرده و به قتل رسانده بود. دقت buyurursunuz. از سوی دادگاه کیفری تبریز به اعدام محکوم شده که برخی زوایای پرونده همچنان محل سوال است. Bu titridə görün nə qədər iştibah var. Liddə. Buna lid deyirik. Pezeşk Təbrizini dedik. Müstəqimən Təbrizliləri apardı vurur. Necat pərəstlik. که حدود 1 سال قبل چه حرفی gəlibdir? حدود 1 سال قبل همسر و مادر بزرگش را مسموم کرده و به قتل رسانده بود. virgül. Cümlənin hələ davamı var. Həm öz arvadın, həm də öz böyük nənəsin. Əvvəl məsmum eləyib, sonra öldürübdür. Diqqət buyurun. 2 dəfə məhkum işlənir ha. Bir var məsmum eləyə, məsmumiyyətin əsasında ölələr. Bir də həm məsmum eləyə, həm də məsmum eləyəni sonra bunu öldürə. Ya bıçaqla öldürə, ya boğa öldürə, ya asa, ya od yandıra, ya apara dağdan ata, təsadüf elətdirə filan. Çünki bunlar ikisi bir məsmumiyyətdən ölübdür, bir də öldürülübdür. Bu da qələtdir. İndi mətni xəbərdə oxuyacaq, görəcəksiniz. از سوی دادگاه کیفری تبریز به اعدام محکوم شده که برخی زوایا o adam, o Pezeşk Təbrizi indi bunu deyirdim. Əgər siz Ruznaməyi İran və Ruznaməyi Həmşəriyin Həvadis səfəsinə baxasınız ki, ən çox oxunan səfədir. Hər gün hərəsi 3 dana qətl pərvəndəsinin üstündə iş gəlirlər. Ağa İbrahimi Sərdəbir İran idi. Mən də bir müddət onunla işlədim. Həvadis səfəsinin sərdəbiri idi. Urmiyəli bir cavan oğlan idi. Mən onunla bir 3-4 ildə geçirdim. Onun əlinin altında işləyirdim. Çünki onun əsl təxəssüsü həvadis idi. Sonra da mən getdim bir ayrı ruznamədə məsul servisi həvadis oldum. Bir az müddət. Çox da dəyişdim. Həvadisin modelini İranda dəyişməyə çalışdım ki, o cür yazılmasın. Bir ayrı cür yazılsın. Onun dadgahlarda adamları var. O adamlardan xəbərləri alır. Amma bu 2 ruznamənin, burasına getdim. Bu 2 ruznamənin xəbərlərinə baxın. Gündə 6 dana ölüm, hətta əqəl ölüm xəbərini orada oxuyacaqsınız. Heç birisində yazmaz.
məsələn qatili Yəzdi, qatili Kermani, qatili İsfahani. Çünki nəcatpərəstlikdir. Amma görürük bu xəbərdə ki, bizim dostumuz copy-paste eləyib, yazmayıbdır. Mən dostumuzu müttəhəm eləmirəm. Amma bu xəbərdə görürük ki, istədim onu deyəm, hala İranda nəcatpərəstlik at sürürü, hələ iftixar eləyirlər, budur. Təbrizini yazıbdır. Amma gedin indi orada deyin, məsələn, gündə Tehranda heç olmasa 20 nəfər ölər də, ya özünü öldürər, ya ölər, ya öldürərlər, ya yandırarlar, ya cəsədini taparlar. Və bunlar müxtəlif ruznamələrdə gələr xəbər. Siz bir dənəsində görməsiniz, yazar ki, məsələn, qatili Tehrani, qatili Fars, qatili məqtul Fars, məqtul Tehrani, məqtul Şirazi, məqtul İsfahani, məqtul Yəzdi, məqtul Xorasani yazmazlar. Titri elə vurarlar ki, titr yadda qalsın. Amma bizim dostumuz titri elə vurubdur, yəni o Azərbaycan zidli xəbər yazan. Elə vurubdur ki, Təbrizli qatil yadda qalsın. Türk qatil yadda qalsın. Bunun dalıca peyamədi nə olacaq? Yəni bunun əsərləri nə olacaq bizə? Təbriz yavaş-yavaş çevrilirdi mərkəzi dərmana, turist dərmanı deyilir adına. Kürdistandan, yaxın ustanlardan, Azərbaycan Cumhuriyyətindən, Naxçıvandan, Türkiyənin bəzi yerlərindən və ha belə Ermənistandan gəlirdilər, Təbrizdə döktürə. Azərbaycana pul gəlirdi. Çünki Azərbaycan döktürlərinin təxəssüsləri yuxarı səviyyədədir. Çox yuxarı səviyyədədir. Həm Azərbaycanlıyam təəssübüm var deyirəm, həm də ki, Azərbaycanlı mütəxəssisləri görmüşəm deyirəm. Azərbaycanda döktürlər, Azərbaycanlı döktürlər İranda daimən baş cərrahları olublar. Döktür heyət nümunəsi. Yəni, elmidə Azərbaycanda bir sünnət var. Bir ibda, noavəri, taza bir işlər görməklər var. Oradan da məşhur olublar. Döktür heyəti misal vurdum. از سوی دادگاه کیفری تبریز محکوم به اعدام شده. Niye yazıbsız dadgah Keyfəriyə Təbriz? Pərvəndədə nə yazıb onu da gətirməyəcək ki, biz dadgah bunu şey eləyibdi. Məhkum eləyibdi. İndi hardan bilirsən Keyfəri cinayi deyil? Bu cinayət pərvəndəsidir. Bəllidir ki, cinayət pərvəndəsidir. İndi Təbrizdə bilmirəm, dadgahları cinayi Keyfəriyə çeviriblər ya yox. Qabaqdan cinayi Keyfəri, hüquqi cinayi Keyfəri və inqilab. İndi bilmirəm, dəyişiblər ya yox. Hər halda, məncə bu Keyfərisini yazmasaq, həman dadgah bunu məhkum edibdir, utarıbdır. Bəzən görürsünüz, dostlarımız yazırlar şöbəyə filan, bəhman bunlar gedir axir qismətə. Ki, bərxi zəvayayı pərvəndə həmçinin məhəlli sual است. Burası mühümüdür. Dostumuz ki, xəbəri yazıbdır, bu lidi yazıbdır, deyir ki, mən dadgahdan çox məlumatım vardı. Hətta, məsələn, polisdən çox məlumatım vardı. Çünki ağahi normalda bu cür cinayətlərə ağahi yetişər. İnsanların dilin çəkər çıxadar, şikəncə ilə itilat alsın. Hətta o işlər iş görməyiblər, boyunlarına alarlar, şikəncə olmasınlar. Onların itilatı bizim yazan dostumuzdan azdır. Demir ki, biz pərvəndəyə görə suallarımız var. Deyir ki, pərvəndədə məhəlli sual var. Yəni, dadgah hökmü veribdir, amma qələtdir. Biz qəbul eləmirik bu hökmü. Doğru, ola bilər. Bu xəbəri hardan götürübdür? روزنامه شرق به بررسی این پرونده پرداخته و از رازهای مهمی درباره این پرده در این باره پرده برداشته است. Birdən-birə xəbərdən keçdi Ruznamə Şərqə. Ruznamə Şərq burada hardan gəldi, nə cür keçdi? Baxın, paragraflar bir-birlərinə zəncirdirlər. Gərək bir-birlərinə ləfzi ya mənayı bağlı olur.
Əgər bizim paragrafımız qabaqçı paragrafının qırıla əslən rabitəsi olmaya, gərək bir dana buna miyan titri, orta titri vuraq. Sıqqılı bir titri vuraq. Deyək ki, məsələn, təhlil ruznamə şərq. Yəni, bilək ki, burada sözümüz yoxdur, qabağa bağlayanmırıq. Getdik ruznamə şərqidə, deyək ki, buna görə nə yazıb? İndi, üstdəki cümlə çox uzundur, çox necat pərəstanədir. Cümlələr, onu dedim. Ruznamə şərqə bedune, əslən, inki qabağının dalısı yapışıq deyil, bir-birinə bir dana cümlədir, gəldi, sonrasını, baxın, bir sonrasına baxın. روزنامه شهر به بررسی این پرونده پرداخته و از رازهای مهمی در این باره پرده برداشته است. Eləyə bilərdi ki, əvvəldə deyək ki, məsələn, برخی زوایای پرونده همچنان محل سوال است، onu gətirə əşaya, oradan başlayır. Deyək ki, با وجود محکومیت این پزشک به اعدام از طرف دادگاه، مثلا خبرنویس یا صفحه حوادث یا فلان روزنامه شرق به تحلیل آن پرداخته و سوالهای مهمی را پرسیده است. İstinad elədik ona, özümüzə yox. Bağladıq üstəkilərə. Ondan sonra yenə də pərvəndə qırılıb. Baxın, yenə də qırılır. Madərbozorge in doktor. Baxın, üstdəki cümlə ilə heç irtibatı yoxdur. Paragraf bir-birinə yapışıq deyil. O bir cümlə paragraf, bu da bir cümlə paragraf, hərəfsi bir şey. Əslən, bir ayrı xəbərdir. Yəni, onu ona bağlamayıbdır. Biz dedik ki, titrdə nə vırırıq? Birinci kəlmə, ikinci, oradakı 9 kəlmə saydıq. Gərək titrilərimiz, əgər 9 dana bizim paragrafımız olsa, 9 dana bu kəlmələrə paragraf düzəlsək, gərək bunlar bir-birlərinin davamı ola. Bunu da burada görmürük. Madərbozorge in doktor. O doktor kimdir? Adı nədir? Hardan bilirik döktürdü? Təbrizidir. Axı bir məlumat verməmsən, üstə məlumat verməmsən, inşaada desən. Madərbozorge in doktor və həmsərəş ki, halişan در اثر خوردن سم فسفین حالشان در اثر خوردن سم فسفین مخلوط شده با غذا وخیم شده بود، در بیمارستانی در تبریز جان باخته بودند. Diqqət buyurursunuz da, birdən-birə oradan geçdi bura. Nə döktürü tanıtdı, nə illəti nə oldu, nə filan oldu, nə bəhman oldu, geçdi, xəbər düz deyil. Xəbəri biz demişik ki, icazə buyurun, bizlər də gələcək tablomuza. Mən görürüm ki, əvvəl siz məni tablonun qabağında görürsünüz ya yox, sonra orada yazaq. Yenə də qeydaq əvvəllərə. Umarım ki, dostumuz buradadır və görür. Dedik ki, xəbər neçə cürə yazılar. Xəbərdən biri tarixidir. Mənim də yazmadı bu. Qalqabımıza. Xəbər ya tarixi yazılar ya da Hərəm-i Varunə. Tarixi nədir? Normalda tarixi xəbər havadisdə yazılır. Yəni tarixi nə olar? Filan zamandan başlanar, hadisə yekələr, gələr burada qutarar. Tarix belə olar da. İnqilabın tarixi 1357-dən 56-dan başlanıbdır, hala dəvam olar. Qətli də 1 il yarım bundan qabaq başlanıbdır, indi hara yetişibdir, o cürsü. Qətli oradan başlarıq, gələr bura. İndi, ya da Hərəm-i Varunədir. Hərəm-i Varunə nədir? Hərəm dedik bu şəklidədir. Varunə nədir? Bu şəklidədir. Bağışlayın, əksinədir. Hərəm Varunə də bu şəklidədir. Tamam. Nə deməkdir? Biz bir var ki, xəbərin ən mühüm yeri ki, kiçikdir, başda gətiririk. Bir var ki, ən mühüm yeri ki, böyükdür, böyük yerin burada gətiririk.
Tamam. İndi. Burada xəbər nə tür başlanır? Şeylə başlanır. Bir il yarım bundan qabaq, ya bir il bundan qabaq bu döhtür Madər Bozorgi indoktor və həmsərəş görürsünüz, baxın bunun yazılması qələtdir. Fars Ruznamə Şərq də yazsa qələtdir, bizim dostumuz da yazsa qələtdir. Madər Bozorgi indoktor və həmsərəş. İndoktor kimdir? Adı nədir? Haralıdır? Neçə sinni var? Təxəssüsü nədədir? Heç zat bilmirik. Halişan در اثر خوردن özdə halları xarab olub, ha ölməyiblər. Halişan در اثر خوردن سم فسفین مخلوط شده با غذا غذای ağuştu به fosfin yazarı qutarac edər. Amma o zaman ki bunu tərcümə elirsən, cümlən qələt qurulur, qələt də gedir elə. با غذا وخیم شده بود. Halları vəxim olmuş. در بیمارستان در can baxdı است. Özünü öldürüb. İndi başladıq. Hardan gəlir xəbərin ən sonundan. Yəni o ləhzədən ki öldülər. Bimaristanda öldülər. Bu bizim xəbərimizdir da. Nədir? Adam bunlar şey veribdi. Fosfin davasını döşüb bunların qəzasını öldürübdü. Əlbəttə biz burada da yine bəlli deyil ki döhtür tökübdü ya ayrısı yazıbdı ki حالشان در اثر خوردن سم فسفین مخلوط شده با غذا وخیم شده بود. در بیمارستانی در تبریز جان باخته بودن. آخه orada demişti ki üstte dedi ki مادر بزرگش را مسموم کرده. Hükmü vermişti axı. Bu adamı müttəhəm elədi ki nənəsi mətmun və bir qətl rəsandi بود. Öldürmüşdü. Axı biz burada xəbərnigarıq. Niyə bir adamın üstünə bir ittihamı atırıq ki səlahiyyətimiz yoxdur? İki dənə ittiham atmışdı. İndi aşağıda gəlib onu deyir ki مادر بزرگ این دکتر و همسرش که حالشان در اثر خوردن سم فسفین مخلوط شده با غذا و خیم şده بود در بیمارستان در تبریز can باخته بودن. Pəs burada بیمارستanda ölməklərin niyə saldırıq bunun başına? Eləyə bilər deyək ki kadr dərmanı qüsur elədilər, öldü. Yetişmədilər, yuvanmadılar, təşxis verəmədilər. 1000 dana bir şey tapa bildik ki deməyək bu adam özü öldürübdü. Məsmum kərdin deyək bu eləyib məsələn hətta. Harda bu ki öldürməyibdi. این حادثه در 20 بهمن ماه سال گذشته همزمان با روز تاسوع اتفاق افتاده بود. Diqqət buyurun buna. Xəbərin şeylərini deyirəm ona görə. Əvvələn gözəl bir şey yazıbdı. 20 beləsi yazmayıbdı. Bu çox gözəl bir işdir görübdü. Yazıb 20. هوا مهر ماه سال گذشته سال گذشته 1366'da yazılıbdı, 1396'dır, 97'dir, 95'dir, 94'dür, hangi ildir? Yazmayıbdı. Parantez atacaqsan yazacaqsan 1365 məsələ. 1960, 1395. Tamam. Ta o bəlli ola ki hangi ildən danışırsınız. Bəlkə 2 ildən sonra bir nəfər bu xəbəri gördü. Hardan bilsin ki bu xəbər hangi zamana aiddir? Orada diqqətli olmalıyıq. Həmzaman با روز عاشورا. Bu tasu'a başlayın. Bu tasu'anı yazmamızın burada nə təsiri var? Üstəgər xəbərdə tozih versəydi əvvəldə, lidi əvvəlcə ki o cür yazaydı. İndi gələcəyik görəcəksiniz lidi. Baxın, xəbəri yazanda əvvəlcə xəbəri özümüz oxuyaq. Xəbəri özümüz oxuyaq. Kulli nağılı bilək. Tak, qutardı. İndi nağılı bildik. Nağılı yazmaq üçün buna bir hikayə deyirlər da. Xəbərdir, hikayədir.
İngiliscədə xəbərə deyirlər story, nağıl, hekayə. İndi story, istruq yazaq biz. Story yazmaq üçün əvvəl girək bunu oxuyaq. Başda nə yazaq? Elə ki oxuduq, görək ki, mənim nənəm istəyə bunu gedə məhəllədə o birisi arvadlara deyə, nə cür deyər ki, onlar xoşları gələr, bu xəbər yayılar şəhərdə. Ən gözəl xəbərlər məhəllədə olan BBC-lərdir. Xanım olsun ya ağa olsun. Çünki xəbəri çox qıssa deyərlər, gözəl deyərlər və hər şeyi deyərlər. Çıxar qapıdan deyər, qız xəbərin var. Filan dövdür, arvadını öldürüb. Baxar görər ki, o bilir ya yox. O da deyir, yox. Hə, baba tək arvadını öldürüb, nənəsini də öldürübdür. Öz nənəsini, nənəsinin nənəsini, yəni böyük nənəsini öldürübdür. Nə ilə öldürübdür, bu cürsə öldürübdür. Hava öldürübdür, filan zaman öldürübdür. Ben nə cür bildiniz bunu filan yerdən, bu cür oldu tutuldu. Xəbər bir belə qutardı ki, da izafə. Baxın, indi bu xəbəri siz müqayisə edin. Günazın bu xəbəri ilə ki, Ruznamə-i Şərqidən götürüb qoyubdu. Bir dənə əksi qoyubdu. Fikirəm 12-13 dənə paragraf yazıb. Bəzi paragraflar özü 3 paragraf yeşalıqdadır. Benevişte-i Şərq virgül qoymayacaqsınız. 2 nöqtə qoyacaqsınız. Çünki istəyirsiniz deyəsiniz buradan bu üzə Benevişte-i Şərq. Əvvələn mən də bu iştibahi elərəm. Dəlil bu da ki, elmən mən sizə deməyim. Elmisin deyirəm. Elmisi budur ki, hərflə, burada B var da görürsünüz, hərflə cümlə paragraf başlamaz. Qələtdir. Ədəbi baxışdan zəifliyimizi göstərir. Mənim ədəbi yazılımın zəifini göstərir. Mən özüm yazaram, demirəm yazmaram. Məcbur qalıram, bəzən cümləni dəyişdirmərəm. Təmbəllik elərəm, deyərəm, nəyə cümləni dəyişdirim? Dəyişdirmərəm. Eləyə bildik, yazaq ki, Şərq Neveşt. 2 nöqtə. Şərq Neveşt. Sünüzdə dediniz ki, şərqdən başladınız da səslə. Ruznamə-i Şərq Neveşt. Ruznamə-i Eslah Tələb Şərq Neveşt. هرچند از همان ابتدا مأموران به علیرضا شوهر المیرا bakın indi gəlin bura علیرضا شوهر المیرا علیرضا kimdir? Neyniyibdir? Elmira kimdir? Bundan bu nə rol bərabər olublar. Bizim xanəndəmiz bundan heç irtibatı yoxdur. İrtibat qura bilmir. Bizim oxucumuz gərək baş tapar. Gərək əvvəldə biz istəyək bunları tozif, bura gələndə gərək əvvəl yazıydıq. Baxın, əgər bizim dostumuz Libi ilə geçsəydi, ya Titri ilə geçsəydi, baxın, پزشک مشهور چرا؟ همسر خود را به قتل رساند. همسر خود را به قتل رساند. علامت sorgu əlaməti, işarət. Bizim əvvəl başlarıq ya bu pezeşk kimdir? Ya əvvəl gərək buradan bunu tozih verək. Pezeşk. Əlirəza şöhrəti hər nədir? Yaşın bilirik gərək yazaq. Yaşın bilmirik, əksinə baxaq deyək ki, məsələn cavandır. Hudud 30 salı. که در تبریز کار میکرد. محل چه این رو متهم به قتل همسر و مادر بزرگ خود است. بنا به گفته پلیس یا مطبوعات ایران این پزشک در سال 1003 yazmışdı, xəbəri haradaydı?
در مهر ماه 1396 همزمان با روز تاسوعا همسرش المیرا شهرتی ندید، المیرا محمد خانلو و مادر بزرگش خانم مثلا زکیه فلان را با خوراندن غذای مسموم راهی بیمارستان کرده بود. آن دو در بیمارستان can باختند. Nağılı dedik qutardı. İndi gəllik oturuq bunları açarıq nədir? Amma bizim bu xəbərimizdə, bu xəbərimizdə mütəəssifانه belə görünmür. Ha, əvvəl bu pezeşki açarıq şimdi. Sonra məşhurluğunu açarıq şimdi. Niyə məşhurdur? Ondan sonra illəti bu ki, arvadını öldürüb onu yazarıq. İndi tüm bunu gətirmişsən, çəra, gərək şəriyə cavab verəsən paragrafında. Deyəsən ki, tüm bu döhdür, bu adam da döhdürlüğünü təkrar eləməzsən, yazarsan Əli Rza. Əli Rza arvadının bir dostu ilə üst-üstə dövmüşdülər, gedirlər, müsafirətə kef edirdilər, seks edirdilər. Bunu da Elmira bilmişdi, bu adam onu öldürdü. Nağılı Kəranı da tozih verdik. Həmsərin də ki, burada gəlmişdi, əvvəldə tozih verəydik. Ona görə deyirəm cümlə qələtdir. Qətl rəsanda da tozih verdik. İndi gedərək bunlara görə nə açıqlarıq, açıqlarıq. Amma əmələn indi bizim üçün lidimiz də qələtdir, titrimiz də qələtdir. Nə mənə yazırıq, tozih vermir və bizə bir sual icad edir bu xəbərdə. İndi gələcəyəm, bu gəldikcə deyəcəyəm. به نوشته شرق هرچند از همان ابتدا مأموران به علیرضا شوهر المیرا مشکوک شده بودند، اما تا زمانی که مدارکشان تشمیل نشد او را بازداشت نکردند. Əgər baazdashт eləməyiblər və sənədləri yoxdur, hardan bilirik məşkukdular? Polis hamıya məşkuk olar da. Bu cümlənin ehtiyacı yox idi yazılsın. Ura وقتی علیرضا مورد بازجویی، علیرضا kimdir gene deyirəm, demir də kimdir. مورد بازجویی قرار گرفت، ادعا کرد یک نفر 6 غذای نظری برایش آورده و او این غذاها را به خانه فرستاده است. یک نفر sözü, diqqət buyurun, bu əxirən də o farsı olan nədir? Omid Dana. O da bunu işlətdi türklərin əleyhinə. Nəfər heyvana dəviyə gələr. Belə bilək ki, یک şəxs, یک آدم، یک شهروند، یک زن، یک مرد، یک آقا، یک خانم، یک دختر، یک پسر، پسری، دختری، زنی، مردی، پیری، جوانی، نفر توهین آمیزdir. Nəfər heyvana gələr. Şumarişlər bilirsiniz da, bizim mütəəssifانه indi bu nəsl, bizim mənim də nəslim, bizdən qabaqçı nəslilər vahidhay şumarişini bilirdilər. Say şumarələrin nə ilə sayaq, adamı nə ilə sayardılar? Məsələn, adamı saymağı deyirik ki, İran 81 میلیون جمعیت دارد. Nəfər demək olar, fərd demək olar, burada işlədə bildik. Vahidi nəfərdir, fərdidir, insandır, adəmdir, gələr. Deyirik ki, o 4 dəftərin vahidi nədir? Celdir də, əgər iştiba eləməsəm. Celd, dəftər, xərid. آن مرد
20 نفر شتر دارد. Her şeyin vahidi vardı. Yani biz her şeyi deyənmərik metr, deyənmərik ədəd, deyənmərik vahid. Hər şeyin özünə görə bir adı var, onunla deməliyik. O onu dəqiq deyər. Ondan sonra ayrısını işləsən, həm besavat hesab olarıq və bizə deyərlər olan, sən ki bilmirsən, niyə yazırsan? Həqiqətən bəzi vaxtlar biz ümumi vahidlər işlədə bilirik. Bəzi vahidlərimiz vardır ki, umumidir. Onları işlədə bilirik. İndi gəldikcə deyəcəm. وقتی علیرضا مورد بازجویی قرار گرفت ادعا کرد یک نفر 6 غذای نظری برایش آورده و او این غذاها را به خانه فرستاده است. Cümlə uzun tikraridir. Əlirzə bazcuyu olubdu. Deyibdi ki, iddia kerdi yox, deyibdi. Ki, bir nəfər mənə 6 dana, məsələn, mən təbbimdeydim, bir nəfər 6 dana qəza gətirdi mənə, mən onları göndərdim, getdi nənəmə, yiyiblər, ölüblər, məsmum olublar, xəbərim yoxdur. Çox saat elə bura. Baxın, Türkiyə çevirin daha, Türkiyə çevirin, Türkü yazın əslən. اما تحقیقات بعدی نشان داد غذای نظری در کار نبوده است. هانچه تحقیقات polis یا تحقیقات نمنه. پس نمن غذای نظری yoxmuş ne varmış. و علیرضا خودش شخصا به رستورانی رفته و غذاها را گرفته. Cümləni niyə qısa yazmırıq və nə falandan uzaldırıq. Və o Əlirzə Xodaş şəxsən, mən bunu biraz yekəldim ki görüm, burada ayaq üstə durmuşam. Restorani rəfti və qəzaha ra gerifti və be xanə burda است. Bayaqdan üstə göndərmişdi, indi özü aparıbdı. Əlavə bər sahib restoran, virgül istər burada. Restoran تصاویر دوربین‌های مداربسته هم این موضوع را تایید کردند. علاوه olanda cəm olur. Yəni restoranın sahibından sonra əlavə o təyid kərdən dürbinlər özləri də durbinهای مداربسته də var orada. Cəmdir. Təyid kərd olmaz, təyid kərdən də olar. Be in tərtib virgül be in tərtib virgül həttəmən gərək gəlsin. Dururuq, nəfəs çəkirik. Virgül o yerdə gələr ki, nəfəs çəkirik. Ve in tərtib, بعد از اینکه ayrı-ayrı yazılar, inke. Bir dana buradan xətt çəkirik. İnkeni ayrı yazırıq. Editorumuz bilsin ki, editor yazır ki, xəbər yazan bilsin ki, bunları ayrı yazmalıdır. علیرضا بازداشت به این ترتیب بعد از اینکه علیرضا بازداشت شد ویرگول هرچند به قتل اعتراف نکرد و مدعی شد نمیداند چرا غذاها مسموم بوده است اما در cümlə uzundur ha Allah bilir nə uzunluqdadır. Üstdən başlayıb da iddia kərdidən başlayıb ta gəlir hələ buracan gedir ilə cümlənin iddiaması vardı. Əlirzə بازداشت شد هرچند به قتل اعتراف نکرد و مدعی شد نمیداند چرا مدعی شد cümlə gərək orada virgül gəlsin nemidanet çera müddəi şud. Baxın, indi bu. Əgər müddəi şud gətiririk, müddəi şud. Gərək 2 nöqtə qoyaq. Çünki buradan bu üzə nə mənə vardı, bunun iddiasıdır. Müddəi şud iddia kərd. Fərq eləməz. Gərək 2 nöqtə qoyaq, yəni buradan bu üzə bunun sözüdür. Əgər sözün dəqiqən yazırıq, dırnaq arasına qoyacağıq. Əgər dəqiqən yazmırıq, dırnağa götürəcəyik ki, burada da dəqiqən yazmadığımız üçün bilmirik polisə nə deyib, nə deməyibdir. Çünki biz danışdırmamışıq ki, elə bunu 2 nöqtə qoyarıq gedər, aşağıda da bunun sözü qutarandan sonra paragraf başlar. Yəni eləyə bilmərik, buradakı kimi elə idamə, bunun davamını gətirək. Xoşbəxtانه ilə dostumuz bu Təbriz sözlərini silibdir. Yəni mən çox sevinirəm. Bu səfər görmürəm. Keçən səfər 10 danaya yaxın burada Təbriz sözü var idi. Mən hərəsində istədim o fikirlərimi deyəm.
Cümlənin qələtliyini görürsünüz da, cümlə farsı cümlə dəyiri, düz cümlə dəyiri. Onun üçün fəqət əlamətləri indirəm. Hərçənd bəğər etiraf nəkərd, vəli müddəi şud. Mən olsaydım yazardım vəli müddəi şud. Müddəi şud da iddia کرد bir şeydi, elam کرد bir şeydi, müddəi bir şeydi. Müddəi iddia. Məsələn, məmulən afişillər iddia elərlər. Yəni, məsələn, dadgah, polis. İddia biraz üst yuxarıdandır, üst mövzedəndir. Baxın, iddia eləmək biraz üst mərtəbədən baxırsan aşağıya. Bu cavab verir. Buna bir ittiham vururlar, bu ona cavab verir. Bu iddia deyil. Bu difa edir ya fikrini bəyan edir ya özünü açıqlar. Suala cavab verir. O xəbərnigar ruznamədə yazdı qələt yazıb. Mən də yazdım qələt yazmışam. Mühüm deyil. Müddəi şud 2 nöqtə nemidanet çera. Baxın, vəqti müddəi şud dahi nemidanet gəlməz. Çünki buradan bu yüzden əvvəl şəxsə müfrətdir. Müddəi şud buradan xəbərnigar yazırdı, onun öz dilindən xəbərnigar yazırdı, ona baxırdı. İndi o danışır. Müddəi şud, mən başlayıram danışmağa. Nemidanəm, çera? Nemidanet çera? Yenə də bu xəbərnigarın dilindən yazılır. Sevvum şəxsi müfrət nəğılı davam verir öz dilindən. Bu qərar oldu müddəi olsun axı onun dilindən. Yəni mən danışam, mən müttəhəməm də, mən danışam. Amma xəbərnigar özü danışır. Ədəbiyyatda bunlar, yəni uşaq inşasında bu iştibahlar olmaz. 5-də bu iştibahları eləsələr də o uşaq təqribən deyin ki, dili başarmır da, bu tadic etdi. Yəni bir dənə ingilisi uşağız burada getsə ingilisi mədrəsəsinə 7 yaş olsa bu cümləni bizdən yaxşı vurar. Müddəi şud nemidanet çera qəzaha məsmun budə است. Niyə budə است? Nə qədər üstündən getib ki budə است? Qəzaha məsmun budə and əvvələn است olmaz. Çünki qəzaha məsmun budə and. Budə است olmaz. Çünki budə است yəni bir dənə qəza. Cəm bağlamışsınız şeyi. Onun üçün gəlib feildə cəmcənə. Tamam. Hara gəldik? Çera qəzaha məsmun budə and. Ya əgər istəyir xəbərnigar özü yazsın, deməz müddəi şudə. O گفته که نمیداند چرا غذاها مسموم بوده اند. نقطه. Amma در بررسی ammanı gətirmərək cümlələri niyə axı istəyir uzaldaq? Vəli, amma, əgərindən uzatmayaq. Vəli, در بررسی مکالمات تلفن همراه او تلفن همراه əgər belə yazılsa, yəni mobil. İranda telefon həmrah deyirlər. Beləsi, yəni ikisi bir-birindən yazılsa, addır, yəni mobil. Əgər buradan çıxarsaq, dırnaq arasından çıxarsaq, yəni telefon həmrah o. Yəni telefonu ki onun yanındadır. Bəlkə onundur ya onun deyil. Amma bilmirik mobildir ya yox. Yəni mobil olmağında deyil. Telefonu həmrah əgər olursa, mənzur mobil olursa, gərək ad yazılaq. Ya dedim dırnaq arasına qoyaq. Ya da ki bunun arasına xətt salaq ki bir kəlmə hesab olsun. Yox, əgər istiyordu ya şöyle bu olabilir, ev telefonun çifinden dolandırırmış. O bir ayrı mesele. Telefonu həmrahı o bəşin.
تلفن همراه او و زندگی شخصیش مشخص. اما در بررسی تلفن همراه او و زندگی شخصیش مشخص شد که او با زنی که دوست همسرش بود رابطه داشت. Baxın, cümlə qələtli olduğu üçün elə qələt gedirdi. Əvvəl ibtidai, mən سوم ibtidaidə belə inşalar yazardım. چرا در بررسی تلفن همراه او و زندگی شخصیش مشخص شد او ویرگول de yox, نقطه de yox, heç də yox, elə beləsi gedir. با زنی که دوست همسرش بود رابطه داشت. Baxın, cümləni niyə belə yazırıq? Niyə bunu qəşəng belə bir cümlə yazmırıq? Yazaq ki, polis به بررسی مکالمات یا من bunu ya deyirəm, buna görə ki mükalimatın yerinə yaza bildik məsələn list telefon. Çünki bilmirik ki eləyə bilər məsələn mən bir il bundan qabaq bir qızla danışmışam, polis eləyə bilər onun mətninə qulaq assın, yox. Pəs nə eləyə bilər? Şumarələri götürər. بررسی شماره تلفن های او و همچنین diqqət buyurun, burada mən bir dənə qələt yazdım, ona diqqət buyurun. Türkçü və farsı və hər ədəbiyyatda o hərfləri ki bir-birinə bənzər u və qələtdir yazmağımız. Gərək bunu bir cür eləyək ki, iki dana şəbih hərf bir-birinə düşməyə. Həm qələtdir, həm də bais olar ki, xanəndə çətinə düşər. Bunu yerinə məsələn mən nə yazaram? Yazaram vey. Əgər istəyəm tohin eləyəm, yazaram an. Tamam. Polis به بررسی polis به بررسی de silerəm اصلا. yazarım polis شماره تلفن های موبایل او و همچنین روابط شخصی او یا روابط پنهانی او با دیگران را بررسی کرد. نقطه. در این زمان بود، یعنی بعد bu بررsilerin içində onda mən beləsi yazmaram. این zaman این راز زمانی فاش شد. hangi razdan danışdın? Burada üstəcan razdan danışmamışdın ki. Demişdin ki اما در بررسی تلفن همراه او و زندگی شخصیش مشخص شد نقطه یا ویرگول نقطه چی istəmir ویرگول او با زنی که دوست همسرش بود او با دوست همسرش niyə با او با زنی که baxın İndi görürəm ki, niyə bizim bu dərslərimizin hərəsi 3 vahid idi. Çünki vaqəən 1 saata qurtarmaq olmur xəbəri. Deyək ki, او با زنی که دوست همسرش بود. او با دوست همسرش. رابطه داشت یا نمیدونم. Bizim hamıyla rabitemiz vardı. Rabitə ki pis deyil. Nə tür rabitəsi var idi? Orası mühümdür. Burada gətirəcəksən. Rabitəyə مثلا غیر اخلاقی یا خارج از چارچوب ازدواج نه bileyim یا رابطه معشوقانه رابطه جنسی کلمه çoxdur bunu demağa ki deyək və o nəkirəlikdən çıxsın. İn raz indi diqqət buyurun bu oldu raz o buradan bilmirdik o razdır. Çünki deyib rabitə daş. Rabitə olmaq mənim də indi xanımın ya qız dostumun çoxlu dostları ilə dostluğum var. Bunların heç birisi raz deyil. Yazıb ki in raz yəni hangi raz üstə deməmişdi. زمانی فاش شد که پرینت تلفن همراه علیرضا از سوی ماموران بررسی شد. و üstə nə yazırdın? Üstəki cümlədə elə budur da. Telefon همراه و زندگی شخصیش
Bunların hamısı bir cümlədə gələ bilərmiş. Və polis fəhmid این زن همان کسی است که 4 سال و نیم قبل باعث آشنایی علیرضا و المیرا شده است. Yenə də qatdıq bir-birinə nağılı. Birdən-birə Elmiradan getdik bir ayrısına ki, bunu da biz gərək ki, şey eləyək, düzəldək. این در حالی است که زن جوان خودش همسر دوست صمیمی علیرضا بود. Yenə də qatdıq bunu. İndi bu kimdir? Bu xanımın adı nədir? Gərək ki, baxın. Deyilən baba, bunlar çox sadəlikdə deyilən ki, bu oğlan bir ayrı xanımla irtibatı var idi ki, ya beləsi dedilər, bu oğlan dostunun arvadı ilə irtibatı var idi. 3 tane 4 tane cümle yazmışsınız tabii cümle. Pedere Elmira derbarı aşinayı damat. Pedere Elmira'ya hardan getdik? Biz aslında nəzir oldu, oradan gəldik Elmira'nın dədəsinə yetişdik. Xələfə ilə nağıla görə danışırdıq. Derbarı aşinayı damat və doktorş gofte bud. Xoşbəxtانه dostumuz Təbrizləri çeviribdi, götürübdü. Çox sağ olsun, təşəkkür edirəm. Mən daha bunu çox davam vermirəm. Çünki vaqəən bu iftizah vəziyyətdə xəbərdir. Əlbəttə bir-iki yerdə görürəm ki, Təbriz kəlməsi qalıbdır. Axır 3 paragrafa baxın, əksidən aşağıdakı 3-4 paragrafa baxın. Əgər bunu mən beləsə eləyək. Baxın, bunun texniki cəhətdə nə cür taparıq onu deyim. Baxın, bu əksi mən əlan bu mətni yazını kopya eləyirəm. Lütfen bunu select eləyin. Sonra select oldudan sonra bunu kopyalayin. Okay. Sonra indi offices var. Office'e atın. Word'uz var. Word'u atın. Məndə məsələn open şey var. Open office vardı. Mən open office'e atım. Mətni paste eləyin onun içinə. Kopya eləmişdiniz. Paste eləyin ora. Tamam. Mən bu əksi də buradan delete eləyim, hələ əksi geçsin. Xəbər neçə kəlmədir? Əvvəl bunu görək. Mən gedirəm burada word count tapıram. Əvvəlcə select eləyəm kulli mətni. Ki eləyə biləm deyəm neçə kəlmədir. Gedirik Tools'a açırıq. Mənim içində üçüncü qozinə 808 kəlmədən ibarət bir xəbərdir. Yəni bir məqalə uzunluqda bir xəbərdir. Gərək bu dedim news deyirlər, story deyirlər burada. Story yəni dastan, hekayə. Gərək bu bir nağıl kimi yazıla və nağıl kimi rəvan ola. Bu nağıl kimi yazılmayıb, nağıl kimi rəvan deyil. İndi istəyirəm ki, burada neçə dənə Təbriz yazılıbdır. Baxın, mən burada Təbriz sözün axtarışında yazıram bunun. Təbriz. Burada yazır 1. İndi Təbrizləri mən sayıram. Əlbəttə mənim bu nərm əfsarım biraz şeydir, düz əməlli nərm əfsar deyil, onun üçün məzərət istəyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə bizim burada Təbrizimiz var. Bir xəbər 2 neçə paragrafdır. Hesablasaq, gedək xəbərin əslində hesablayayım mən bunu. Lead ilə hesablasaq 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə paragrafımız var. 11 paragrafda 8 dəfə Təbriz deyilibdir. 8 dəfə Təbriz mənfi deyilibdir. 8 dəfə Təbrizin ziddinə mənfi təbliğ olubdur. Bu 8 dəfə bir xəbərdə insanların zehninə soxulur ki, Təbrizdə. Niyə? Deyək ki, farslar bunu yazıblar. İran ruznamələri də yazıbdır. Tamam.
Onların vəzifələridir. Onlar iftixar bilirlər ziddi Türk bir hərəkəti. Ziddi Azərbaycan, ziddi Təbriz bir hərəkəti. Ziddi Ərdəbil, ziddi Urmiya, ziddi Zəncan, ziddi Qəzvin, ziddi Həmədan bir hərəkəti. Ziddi Ərəb, ziddi Bəluç, ziddi Türkmen bir hərəkəti. Sizinlə mən ki iddia edirik, Günas TV-də işləyirik ya Azərbaycan mediasında işləyirik. Biz niyə özümüzə aparmışıq və nökər biməvacibi fərhəng təhacümi nəcatpərəstlik fars eləmişik? Onda siz mənə mümkündür deyəsiniz ki, Hidayət qardaş, sən özün bəs yazırsan ki, Türk, Azərbaycan türkü bulan, bu nəcatpərəstlik deyil. Mən bir məqalə yazmışam, bunu açıqlamışam. İki növ nəcatpərəstlik var. Bir nəcatpərəstlik ki, hücumidir və istir o biriləri alsın seytərəsinə, bir nəcatpərəstlik ki, istir azadlıq alsın, müstəmrəlikdən çıxsın. Hədəflər fərqlidir. Bir millətə azadlıq almaq üçün, bir milləti istimar altına aparmağın nəcatpərəstlikləri fərqlidir. Biri istir o birisini aradan aparsın, biri istir azadlığa satsın. Hədəflər fərqlidir. Biz istəmirik dilimizi, fərhəngimizi, tariximizi, üstünlüyümüzü, özümüzü üstün bilək və bunları təzriq eləyək farslara, ya ərəblərə, ya bəluçlara, ya türkmenlərə, ya kürdlərə. Biz istirik ən yuxarı istəyimiz budur ki, bərabər, əgər istirik İran feylidə qalaq, bərabər, %100 bərabər haqqlarımız olsun. Və ziddi nəcatpərəstlik qanun təsvib olsun. Və çox ağır mücazat qoyulsun nəcatpərəstliyə, mətbuatda, danışqahda, kitabda, ruznamədə, fulanda, bəhmada, sinemada, teatrda, hər yerdə, musiqidə. Və o birisi bir dana xəbərdə 8 dana Təbrizin ziddinə şey yazıbdır. Mən əgər istəyən bunu oxuyan, baxın 8-də mənfidir. İcazə buyurun bir də. Pezeşke Təbrizi, yəni qətlidən danışır da burada. Əgər tapa bilsəm onu bir də. Bir edam məhkum şud. Təbrizi, Keyfəriyə Təbriz bir edam məhkum şud. Baxın mənfidirlər. Təbriz can باخته بودن. بیمارستانی در تبریز جان باخته بودند. O birisi پارک الگلی تبریز رفته بودند با هم آشنا شدند. Əxlaqi. Burada da bir dənə xanımla gediblər. Oğlan gedib ora bir dənə xanım qızla tanışıbdı ki, sonra evlənməyə gedir. رابطه دکتر تبریزی باز هم اعتراف نکرد. با فاش شدن این رابطه دکتر تبریزی با هم اعتراف نکرد. یعنی منفی تبریزیler için. کیفرخواست پرونده پزشکی تبریزی در اواسط فروند ماه سال جاری صادر شد. Bu da منفیه. شعبه 3 دادگاه کیفری 1 تبریز. منفی. یعنی bakın tamamen منفی bir sistemdir. Ali Rıza Sulhi. Ahirde mən bildim bu döhtürün adı Ali Rıza Sulhi'dir. Ahir paragraf, en son paragrafta yazıb ki Ali Rıza Sulhi Pezeşki Təbrizi. Əbədə ahirdən bir dənə qabaq başlayın. Ali Rıza Sulhi Pezeşki Təbrizi است که در چند سال اخیر به دلیل تجویز آهنگ‌های محمد رضا شجریان برای بیمارانش در شبکه‌های اجتماعی بشارت رسید. O məşhur ki yazmışdı ha. Pezeşki məşhur Hardaydı əvvəlinci xəbərinin əvvəl sətri. Pezeşki məşhur ikinci kəlməsi idi. Onun açıqlaması görün harda gəlir. Yap aşağıda axirdə. به دلیل تجویز آهنگ‌های محمد رضا شجریان برای بیمارانش در شبکه اجتماعی به شهرت رسید. خلاصه diyeyim. Hər növ xəbəri ki, orada bir dənə şəhrin, dilin, dinin, rəngin üstündə təmərküz olan o xəbər mənfi ola əlbəttə. Bu şərtdən ki, o xəbər mənfi ola, o nəcatpərəstanə xəbərdir və o şəhrə, o dilə, o millətə, o fərhəngə, o nəcada, o tarixə dərin iqtisadi siyasi zərbə vurar. Məsələn, daha mümkündür bu xəbərin əsasında ki 8 dəfədə Təbriz sözü təkrar olur və adamlıqdan çıxadır Təbrizin üstünə təkid olur. Yəni döhtürün adı axirdə deyilir Ali Rıza Sulhi,
Amma Təbriz 8 dəfə təkrar olur. Təbrizə döktürə az döktür gələr. Mərizlər gəlsələr Azərbaycandan gedərlər, ayrı yerdə döktürə gedərlər. Təbrizdə əxlaq yoxdur. Atifə yoxdur. İnsan bunlar şeylər, turist gəlməz. Yəni bunun mənabə zərərli maddisinə baxsaz çoxdur. Zərərli insanisi və ictimaisi çox dərindir. Bunun üçün bizim dostlarımız və özümüz, xüsusən mən özüm, biz xəbər yazanda çox diqqətli olmalıyıq. Məsələn, bir belə Kürdlərə görə biz xəbər yazırıq Günas TV-də ayrı yerdə. Harada yazırıq ki, Korde terörist? Yazırıq ki, terörist hada? Biz Kürdlərlə işimiz yoxdur. Yazmırıq ki, Korde sənəndəc. Teröristə sənəndəc. Teröristə falan. Terörist yazırıq o terörist. PKK. Əhzab terörist Kurdi. Da biz gedib sənəndəcdən, nə bilim, oradan buradan yapışmır ki, daha hər kəs Kürddür və bu şəhərdə yaşır, bunların hamısı bu cürdür. Bizim ifrati tərin fəalımız bu cinayəti ki, bu xəbərdə olur eləmir. Həmişə bunu hesaba salır ki, mən əgər bunu yazsam, deyərlər ki, sabahlar Kürdlərə həmlə edir. Bax, bu şeydir, pan-türküdür, görürsünüz. Bax, bu yazısı pan-türküdür. Amma əmələn burada bir dənə Zeddə Azərbaycan bir şey yazılıbdır və biz bunu görmürük. Çox sağ olun, təşəkkür edirəm. Çox uzun oldu hər iki tərəfçinin də xəbəri yarımçılıq qoydum, amma görürsünüz də yetirmir. Yəni, mən fikir edirəm ki, indi düşünürəm ki, niyə bizim teori bəhsimizdə 3 saat idi, əməli ruznamenigarımızda 3 saat idi. Vaqəən 3 saat olmalıymış. Yəni 3 vahid dərsdir. Çox sağ olun, təşəkkür edirəm. Bir ayrı dəfə görüşmək ümidi ilə. Sağ qalın.